Herkese salam dostlar, kanalıma ve videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım dostlar. Videonu keçməmişdən əvvəl 190 abunə idi dostlar. Sizdən xahişim budur ki, maksimum şəkildə qırmızı rəngdə abunə ol butonuna vuraraq dəstək olasınız ki, 200 abunəyə çataq dostlar. Cəmi 10 abunə qalıb və videomu bəyənsəniz like ata bilərsiniz. Həmçinin sualınız olarsa şərhlə bölümünə yaza bilərsiniz dostlar. Həmçinin Telegram kanalımıza da takip edə bilərsiniz dostlar. Kripto Navigator Telegram kanalımız. Linkini şərhlərdə paylaşacağım. Oradan daxil olub takip edə bilərsiniz. Burada da kripto valutalar və səhmlər haqqında öz portföyümə əlavə etdiyim səhmlər və kripto valutalar haqqında məlumatlar verirəm, zamanlarını paylaşıram və s. Yəni burada daha çox aktiv oluram dostlar. Və videoya keçək. Bugünkü videoda dostlar sizə 2 dənə bomba kimi bir səhmlə qarşınızdayım. 2 ədəd şirkət səhmi. Bu şirkət səhmləri dostlar 2026-ya kimi bu şirkət səhmlərinin dəyəri Aya, Marsa, Veneraya falan yəni qalxa bilər dostlar. Həqiqətən çox yaxşı şirkət səhmləridir. Yenə də öncədən deyim, yatırım etmək sizin qərarınızdır. Lakin mən məsləhətlərimi verəcəm dostlar. Gəlin videoya keçək. Bugünkü videoda 2 şirkət səhmi ilə qarşınızdayım. Həmçinin Telegramda bunları öncədən alış etdiyim vaxtlarda paylaşmışam dostlar. Ona görə də Telegramda kanalımızı izləməyiniz vacibdir dostlar ki, bunlardan öncədən xəbərdar olasınız. Bəli, keçdik səhmlərə. Marvel Technology inci şirkət dostlar. Bu şirkətlər haqqında, ümumi planları haqqında, 2026 planları haqqında məlumatlar əldə etmişəm və alışlarımı etmişəm. Gördüyünüz kimi Telegramda alışlarımı etmişəm. Marvel-ı neçədən almışam dostlar? 61.70 sentdən orta qiymətdir dostlar. Sofi Technology isə 13.27 sentdə. İki şirkət də ucuzdur. Hal-hazırdakı səhmlərin dəyəri, amma çox yaxşı şirkətlərdir və gələcəkləri olan şirkətlərdir. Həmçinin dostlar, bu şirkətlərin həm 3 aylıq gəlir deməli cədvəllərinə baxmışam, həm illik cədvəllərinə baxmışam. Davamlı gəlir gətirən şirkətlər dostlar, davamlı özlərində işləyir və inkişaf edirlər. Gəlin ilk öncə Marvel Technology səhmi haqqında danışaq dostlar. Mən bu səhmi neçədən almışdım? İlk öncə bunu deyim, 61 dollardan almışam dostlar və həmin səhmin dəyəri hal-hazırda 66 dollar dostlar. Bu səhmdən gördüyünüz kimi neçə ədəd almışam. Gördüyünüz kimi şəffaf şəkildə hər birini paylaşıram dostlar. 3.12 Marvel səhmi almışam dostlar. Marvel Technology. Marvel Technology texnologiya şirkəti dostlar. Çip istehsalı ilə məşğuldur. Süni intellekt və məlumat mərkəzi texnologiyalarına fokuslanmış bir şirkətdir və hal-hazırdakı gəlirləri falan çox yaxşıdır dostlar. Biraz dividend gəliri də verir, amma bizə əsas odur ki, şirkətin daimi olaraq qazanc gətirməsidir dostlar. Gəlirləri yaxşıdır dostlar. Gördüyünüz kimi gəlirləri arta gedir son illər. Gördüyünüz kimi son illər bundan deməli, son ildəki gəlir 177 milyon olub dostlar. Gördüyünüz kimi təxmin etdikləri gəlir və qazandıqları ümumi gəlir, yəni kar marjı belə deyək, çox üstündədir dostlar, təxmin etdiklərindən üstündədir və hər demək olar son 30 avqust 2024-dən bu yana davamlı olaraq gəlir gətirirlər dostlar. İlliyə baxaq dostlar. 2023-də azca gəlir itkisi yaşayıblar, amma ondan sonraki illərdə yenə də illik olaraq gəlirlərini üstələyir, təxminlərini daha doğrusu üstələyirlər dostlar. Gördüyünüz kimi gəlirlər də sonuncu gəlir hesabatında 2025-ci ilin 1-ci rübündə 1,9 milyardlıq gəlir qazanıblar dostlar. Yəni net gəlir marjı 9.39%-dir. Belə dostlar haqqında xəbərləri falan var. Nasdaqda ticarət olunur, yəni Amerika birjasında, Nasdaqda texnologiya birjası, daha doğrusu texnologiya stock marketində alınır, satılır, ticarət olunur. 2026-cı deməli məqsədlər və gəlir proqnozlarını sizə nəzərinizə çatdırım. Araşdırma etmişəm, baxdım. Deməli süni intellekt, yəni gəliri 2026-cı ildə maliyyə ilində süni intellekt ilə gəlirinin 2,5 milyarddan çox olacağını proqnozlaşdırır. Həmçinin dostlar bu şirkət Nvidia ilə əməkdaşlıq edir çip istehsalında. Bunu nəzərinizə çatdırım. Deməli bu şirkət silikon sahəsində 2026-cı ilə qədər 8 milyard dollarlıq gəlir hədəfləyir və bazar payını 2028-ə qədər 20%-ə çatdırmağı hədəfləyir. Yəni dostlar, Nvidia-dan sonra Amerikadakı demək olar
və Broadcom şirkəti də var. Bəli, ondan sonrakı ən böyük deməli çip istehsalı şirkəti olmağı planlaşdırırlar bu Marvell Technology şirkəti. 20% bazar payı çox yaxşı bazar payıdır dostlar. Yəni texnologiyanın çip istehsalı sahəsində çox yaxşı bir paydır dostlar. Yəni bunu planlaşdırırlar. Əməkdaşlıqları böyük müştəriləri var dostlar. Böyük şirkətlərlə əməkdaşlıq edirlər. Amazon şirkəti ilə çip istehsalı üzərində işləyirlər. Google şirkəti ilə deməli Axion adlı ARM əsaslı GPU-lar hazırlayırlar daha doğrusu və gələcəkdə də bunu davam etdirəcəklər. Həmçinin Microsoftla da Maya adlı süni intellekt sürətləndirici üzərində işləyirlər və bu layihənin 2026-cı ildə istehsalata başlanması planlaşdırılır. Həmçinin dostlar texnologiyada yeniliklər də planlaşdırılır, yəni innovasiyalar da planlaşdırılır. Kod paketlənmiş optiklər. Yəni Marvell süni intellekt sahəsində server performansını artırmaq üçün kod paketlənmiş optik texnologiyalar üzərində inkişaf elətdirir özünü və həmçinin yüksək sürətli rəqəmsal siqnal prosesorları da istehsalına başlanılır və gələcəkdə bunun daha yaxşıları da planlaşdırılır dostlar. Və maliyyə göstəricəsini nəzərinizə çatdırım. 2025-ci ildə 7,2 milyard dollarlıq illik gəlir əldə ediblər və 2026-cı ildə bunun daha da artacağı gözlənilir. Çünki yəni dostlar ümumi olaraq 2026-cı ildə deməli texnologiya sahəsində bulut texnologiyası mı olsun, süni intellekt texnologiyası mı olsun, bu sahələrdə dostlar şirkətlərin gəlirləri inanılmaz dərəcədə artacağını təxmin edirəm. Düzdür, hamısının yox, daha çox yenilik eləyənlərin və daha çox yenilik eləməyə çalışanların şirkətlərin dəyərlərinin artacağını düşünürəm və buna görə də Marvell Technology şirkəti də bu siyahıya aiddir dostlar. Və gördüyünüz kimi dostlar 5 gün ərzində 30 maydan indiyə kimi 5 gün deməyə 6 gün falan ərzində, yəni 30 maydan indiyə kimi təxmini 15, 16, 20 dollarlıq bir artış edib 3 dənə səhm alsaydınız bir 60 dollara yaxın gəlir qazanacaqsınız dostlar. Çox yaxşı miqdarlarda gəlirlər verə bilir dostlar. Və sizə məsləhətim budur ki, hələ ki almağa gec deyil dostlar. İndidən yatırım edə bilərsiniz dostlar. Yenə də yatırım etmək və etməmək sizin qərarınızda, bunu nəzərinizə çatdırım. Və həmçinin proqnozları da deyim sizə dostlar bu şirkət haqqında. Analitiklərin proqnozlarına əsasən deməli 2026-cı ildə Marvell Technology şirkətinin səhm dəyəri 90-100 dollar aralığında proqnozlaşdırılır dostlar. Belə dostlar, keçdik Sophie Technology şirkətdə. Bu da yeni kəşf etdiyim, dəyəri az olan şirkətlərdəndir dostlar. Həqiqətən səhm dəyəri azdır. Belə şirkətin dəyəri çoxdur təbii ki. 14 milyardlıq bir deməli bazar dəyəri var bu şirkətin. Bu şirkət nədir dostlar? İlk öncə onu deyim. Bu şirkət rəqəmsal bank texnologiyaları üzərində maliyyələşib, ixtisaslaşıb daha doğrusu. Rəqəmsal maliyyə xidmətləri sahəsində fəaliyyət göstərir. Bu şirkət əsasən yeniliyi budur ki, tələbələrə güzəştli kreditlər vermək üzərində işləyir və həmçinin bu şirkət öz tətbiqində həm yatırım etmək, həm kredit götürmək, həm yəni həm faizli əməliyyatlarla bərabər investisiyanı da özündə bərabərləşdirir və gənclərə güzəştli kreditlər verir dostlar. Yəni və bu şirkətin də gələcəyi planları böyükdür. Həmçinin Amerikada bir Amerikan futbol klubunun sponsorudur. Həmçinin yəni artıq sponsorluq edəcək qədər demək olar bazara oturmuş böyük şirkət olma yolunda irəliləyən şirkətlərdəndir. Həmçinin gəlirləri də çox yaxşıdır dostlar. Gördüyünüz kimi 3 aylıq gəlirləri hətta 27 deməli yanvar ayında gəlirləri çox yüksək olub, gözləniləndən qat-qat artıq və hər ildə gəlirləri çox inanılmaz dərəcədə böyüyür dostlar. Gördüyünüz kimi təxminlərdən qat-qat yüksək nəticələr əldə edə bilirlər dostlar. Bu şirkət düzdür, hal-hazırda gəlirlərin əksəriyyəti yəni kredit əsaslıdır, yəni faiz gəlirlərindəndir. Lakin dostlar bunu nəzərinizə çatdırım. İnvestisiyalardan da, yəni tətbiqlərdən də komissiyalar alır və investisiya deməli
proqramından da gəlirlər qazana bilir dostlar. Yəni 2026 məqsədlər haqqında danışırıq. Sofi Texnology şirkətinin mən bu şirkəti nə vaxt almışam, onu birinci sizə göstərim. Bu şirkəti aldığım 13.27 sentdən almışam, az da 13.46-dır dostlar. Gəlin sizə bunun bir dəqiqə, bunun 5 günlük qrafikini göstərək. Gördüyünüz kimi şirkət yüksəlməyə davam edir. Həmçinin 1 illiyə də baxsaq, yenə də görürük ki, şirkət yüksəliş tempindədir dostlar. 2026 məqsədləri Sofi Texnology şirkətinin bu haqda danışaq. Bazar payını hədəfləməyi düşünür bank sektoru sahəsində. Texnoloji innovasiyalar, yəni yeniliklər etməyi planlaşdırır. Mobil tətbiqləri və rəqəmsal platformalar vasitəsilə bunları yaxşılaşdırmaq vasitəsilə daha çox istifadəçi əldə etməyə çalışır. Yəni öz investisiya proqramı çərçivəsində və gəlirlərini daha da artırmağa çalışır dostlar. Gəlin dostlar, biraz daha da məlumat verim Sofi Texnology şirkəti haqqında. Yəni Marvel Texnology şirkəti kimi biraz daha dolğun və daha vacib məlumatları verim. 2026-cı ildə gəlirlərini 18.8% artırmağı planlaşdırır dostlar. Deməli və həmçinin strateji inkişaf planları da var. Galileo və Technis planları budur ki, Sofi Galileo və Technis platformalar vasitəsilə texnologiya xidmətləri genişləndirməyi düşünür dostlar. ABŞ Maliyyə Nazirliyi ilə Direct Express proqramı və digər maliyyə xidmətləri təminatçıları ilə əməkdaşlıqlar qurulub. Həmçinin abunəlik sistemləri təqdim etməyə başlayıb dostlar. Sofi Plus adlı abunəlik sistemi tətbiq etməyə başlayıb proqramında. Bu da daha çox gəlirlərini artıracaq. Həmçinin investisiya platformasında təkmilləşdirmələr eləyib. Deməli, BlackRock ilə əməkdaşlıq edərək öz investisiya platformasında robo məsləhətçi platforması təqdim edir. Yəni robo məsləhətçi investorlara, tətbiq istifadəçilərinə məsləhətlər verəcək dostlar yatırımlar haqqında və alternativ investisiyalar da təqdim edir. Həmçinin Templum ilə əməkdaşlıq etməyi planlaşdırır və səhv eləmirəmsə artıq edir və bu sayədə bazar fondlarına investisiya imkanı yaratmağı planlaşdırır dostlar. Həmçinin Cənubi Amerika bazarına da daxil olmağa çalışır Sofi Texnology. Belə dostlar, 2025-ci il üçün gəliri, daha doğrusu 2026-cı il üçün gəliri 3,27 milyardlıq gəlir proqnozlaşdırır və bazar payını da artırmağa çalışır dostlar, artırmağa çalışır. Yəni belə. Belə dostlar, bugünlük bu qədər məncə yetər. Bu şirkətlər haqqında dolğun məlumatlar verdim. İnanıram ki, diqqətlə qulaq asdınız dostlar, çünki bu şirkətlər həqiqətən sizə üçün çox yaxşı yatırım imkanları təklif edir bu şirkət səhmləri. Çalışaq yatırım edək dostlar, gələcəyimizə yatırım edək, gələcək nəsillərimiz üçün yatırımlar edək ki, həm özümüz pullar qazanaq, həm başqa insanları təşviq edək ki, gələcəyimizi təminat altına alaq dostlar. Qıraqda manat saxlamağın, dollar saxlamağın, avro saxlamağın heç bir mənası yoxdur dostlar. Bunu mən sizə 100% məsləhət olaraq verirəm dostlar. Yəni məsləhət kimi qarşılayın məndən. Mən artıq yəni özümün 19 yaşım var, amma düz daha demək olar 17-18 yaşımda yatırımlar edirəm dostlar. Siz də bunu edə bilərsiniz dostlar. Çalışaq yatırımlarımızı artıraq, gələcəyimizi xilas edək dostlar. Gələcəyimiz üçün yaxşı təminat yaradaq dostlar, yatırımlarımızı artıraraq. Gələcək videolarda daha fərqli mövzular haqqında danışacağıq. Ona görə də kanala abunə ola bilərsiniz bu videoları qaçırmamaq üçün. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə.